Bu şorbanın adını eşitməz çox təəccübləndim. Restoranların birində gedib dadına baxdım, çox bəyəndim və özüm də bişirdim. Bəli, bu qaymaqlı şabalıt şorbası. Reseptini heç kimdən soruşmadım, amma təxmin etdim ki, 100% bu cür olmalıdır. Yarı kərə, yarı zeytun yağında soğanları qızardıram. 2-3 diş sarımsaq atıram. 500 qramlıq buzluqda saxlanılan soyulmuş şabalıtdan aldım. Yuyub biraz qovrulmuş soğanın üzərinə əlavə edirəm. Biraz da soğanla qovurduqdan sonra üzərinə qaynar su əlavə etdim. Bir xörək qaşığı unu soyuq suda açıram. Yavaş-yavaş qarışdıra-qarışdıra qazana əlavə edirəm. Sonra duzun, istiotun, paprikasın bolluca əlavə edirəm. Pul biberiniz varsa biraz da əlavə edə bilərsiniz. 5-10 dəqiqə qaynayır, şabalıtlar onsuz da tez bişir. Biraz servis üçün diri şabalıq götürməyi unutmayın. Elə-belə də çox ləzzətli görsənir. Sonradan xatırladım ki, əsl reseptində qaymaq yox idi. Onu sonradan əlavə edirlər. Mən isə birbaşa qazana əlavə etdim. O baxır sizin zövqünüzə, necə istəsəniz elə də edə bilərsiniz. Da qaymaqsız da çox ləzzətlidir. Üstəlik qaymaq da əlavə olunanda dadı 1-ə 5 artır. Doğranmış şabalıtlar da üzərinə qoyuruq, limon suyu da sıxırıq. İnanın mənə ki, indiyənə qədər həyatımda yediyim ən dadlı şorba ola bilər. Mütləq bişirin, dadına baxın. İnanıram ki, siz də çox bəyənəcəksiniz. Nuş olsun.